Qəvəməllahu bi ğafilən amma ta'malun. Çünki Rəbbin tərəfindən göstərilən bir qiblə haqdır. Bax, Rəbbin tərəfi innehu lel hakku min rabbik. Sən üzü Kəbəyə çevirəcəksən, bu Allah tərəfindən göndərilmiş bir haqdır. Bu gün indi bu cür məxluqlar gəlib deyir ki, Kəbə boş şeydir. Allahın haqqı boşdur. Sən cəmiyyətə nə təbliğ edirsən? Ay İlham Tomas. Mən inanıram ki, sən bu ayələri oxumusan. Çünki hər dəfə çıxıb danışanda Quranı oxudum, belə elədim, elə elədim. Mən bilirəm sən bu ən azı qiblə haqqında, Kəbə haqqında sual verəndə bunun haqqında bir Quranda baxırsan da nə var, nə yox görəsən. Bu qədər ayələri mən bir surədə, bu qədər ayələri, elə Həcc surəsindən heç danışmıram hələ. Bu qədər ayələri sən görmədin. Nədir? İndi gəlib deyirsən ki, Kəbə